Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və salamu alə əşrəfil ənbiya və seyyidil mürsəlin. Əmmə ba'd. Əziz qardaşlarım, ilk olaraq özümə Allahdan qorxmağı tövsiyə edirəm. Özümə və sizə. Bugün istəyirəm ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin tərk etdiyimiz təqdirdə cənnətə düşməyimizə bizə vəd verən bir hədisi barəsində danışım. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ubadə ibn Samit radiyallahu anh rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur, mənə sadiq qalacağınıza, yəni düz danışacağınıza söz verin, mən də sizə cənnəti söz verin. Cənnəti söz verin. Əsas uşaqlar yaxşı diqqətlə qulaq asın. Yaxşı. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənə düz danışmağı söz verin, mən də sizə nəyə söz verim? Cənnəti söz verim. Əziz müsəlmanlar, bugün Peyğəmbər sallallahu aleyhi və səlləmin tərk etdiyimiz təqdirdə cənnətə girə biləcəyimizə zamin durduğu mühüm bir günahın üzərində dayanacaq. Əgər Allahın və insanların sevgisini qazanmaq istəyirsinizsə, diqqətiniz məndə olsun. Yalan danışıb, nəyisə qazanmaqdansa, doğru danışıb, nəyisə əlindən çıxan Peyğəmbərə salat və salam olsun. Allah bizləri onun yolundan ayırmasın. Əziz müsəlmanlar, bir yalan insanın həyatında 4 şeyi məhv edər. Güvəni, yaxşılığı, sədaqəti, yəni səmimiyyəti və huzuru. Yalan o qədər yayılmışdır ki, insanlar doğru danışmaq məcburiyyətində qaldım deyə bir ifadəni işlətdikləri bir dünyada yaşayırıq. İnsan doğru danışanlardan olarsa, onun cənnətə gedən yolu asanlaşar. Çünki doğru danışmaq sahibini cənnətə aparır. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm bir hədisdə buyurur ki, doğruluqdan əl çəkməyin. Çünki doğruluq insanı yaxşı işlər görməyə yönəldir. Yaxşı işlər isə insanı cənnətə aparır. Həqiqətən adam o qədər doğru danışar ki, nəhayət Allah yanında doğru danışanlardan yazılar. Yalandan çəkinin, çünki yalan danışmaq insanı günaha aparar. Günah işlər də insanı cəhənnəmə aparar. Həqiqətən adam o qədər yalan danışar ki, Allah qatında yalançılardan yazılar. Hədisi İmam Müslim rəvayət etmişdir. Əziz qardaşlarım, İslam dini niyə doğru danışmağı əmr edib yalandan bizi çəkindirmişdir? Çünki yalan bir çox günahın əvvəlidir. Necə ki, bir nəfər Əli radiyallahu anh'ın yanına gəlir, məşhur bir rəvayətdə, deyir ki, mən günahlara tövbə eləmək istəyirəm. Hansı günaha tövbə eləyim? Bu adamın həm oğurluğu olur, həm zinası olur, həm içkisi olur və şək yox ki, bunların yanında yalanı da olur. Əli radiyallahu anh onu deyir ki, ged yalan danışmağa tövbə elə. Adam qayıdarkən öz-özünə fikirləşir ki, mənim elədiyim günahların içərisində ən kiçiyi yalan danışmaqdır. Niyə görə bu insan mənə böyükləri demədi, kiçiyi dedi? Nəsə, gedir yalanı tövbə eləyir, bir müddət keçir, tövbənin, belə deyim də, həvəsi gedir, günahın şəhvəti baş qaldırır, fikirləşir ki, gedim bir zina edeyim. Fikirləşir ki, mən zina eləyəndə, biri məndən soruşacaq ki, abala hardan gəlirsən? Mən ona nə deyəcəm? Deyəcəm ki, zina eləməkdən gəlirəm. Axı, mən yalana tövbə eləmişəm. Bir müddət keçir, üstündən fikirləşir ki, gedim içki içeyim və yaxud oğurluq eləyim. Yenə deyir ki, biri çıxacaq qabağıma, ən azından köhnədən oğurluq eləmiş adamam, gəlib deyəcəklər ki, sən oğramamsan. Axı, deyir, mən deyir, yalana tövbə eləmişəm. Nətər mən yalan danışa bilərəm? Ona görə də alimlər gətirir ki, yalan bir çox günahın əvvəlidir. İslam dini niyə doğru danışmağı əmr edib yalandan bizi çəkindirir, qardaşlar? Çünki fəlakətlər yalanla başladığı kimi qurtuluş da doğrularla başlar. Yalan bir problemi həll edər, amma arxasınca minlərlə problem gətirər. Yalan ayaq tutar, yeriməz. İslam dini niyə doğru danışmağı əmr edib yalandan bizi çəkindirir? Çünki insan nəfsi yalan danışmağa meyillidir. Xoşumuza gələn yalanları ovuc-ovuc uduruq, həqiqətləri isə qurtum-qurtum içirik. Çünki yalanların uçmağa qanadı var, həqiqətlərin yürüməyə ayağı yoxdur. Çünki namərdlə mərdcə savaşmaq çətindir. Allah boş yerə sadiq taciri
peyğəmbərlərlə həşr edəcəyini vəd verməmişdir. Tərk olunan əməl çətinləşdikcə, günah yayıldıqca, günaha batmaq asanlaşdıqca və belə ki, onu tərk edən insanlar içərisində qəribləşdikcə o insanın nədir? Allah qatında savabı artır. İslam dini niyə doğru danışmağa əmr edib yalandan bizi çəkindirmişdir, qardaşlar? Çünki yalan Allaha qarşı üsyan, məxluqdan, yəni insandan isə qorxmaqdır. Yəni insan qorxur ki, yalan danışır. Ya o insanın özündən qorxur, ya da itirəcəyi maraqdan qorxur. Çünki yalan danışmaq, yalan danışdığın adamın səndən üstün olduğunu qəbul etməkdir. İslam isə zəlilliyi bizdən qaldırmaq istəyir. Çünki yalan işin üstü açıldıqda səni utandıran, sənə xəcalət verən günahdır. İslam isə hər zaman sənin başını dik tutmaq istəyir. Çünki yalan daxilən səni narahat edən, doğru danışmaq isə səni fərəhləndirən əməldir. Çünki yalan danışmaq vicdanı əbədi həbsə atan günahdır. İslam isə qəlb rahatlığı üçün gəlmişdir. Çünki yalan zəiflərin və qorxaqların sığındığı bir limandır. Çünki yalan danışan insanın nə insanlar, nə mələklər, nə Allah, nə Peyğəmbər yanında hörməti olmaz, hamının gözündən düşər. Çünki yalan danışanın həyatından bərəkət çəkilər. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir hədisdə buyurur, alan da, satan da ayrılana qədər ixtiyar sahibidirlər. Əgər doğru olarlarsa, bəyan edilməsi lazım olan, yəni ticarətdə bir qüsuru bəyan edərlərsə, onda Allah onların alış-verişinə bərəkət verər. Yox, əgər yalan deyib gizlədərlərsə, Allah onların alış-verişini, bərəkətini qaldırar. Hədisi İmam Buxari rivayet etmişdir. İslam dini niyə doğru danışmağa əmr edib yalandan bizi çəkindirmişdir? Çünki sənə inanan birinə yalan danışmaq ona edə biləcəyin ən böyük xəyanətdir. Çünki şeytanın adlarından biri də nədir? Yalancıdır. Əziz qardaşlar, Uca Allah Quranda 200-ə yaxın yerdə yalanı bizə qadağan eləyir. Ya Allah yalancıları ağrı acılı bir əzabla, ya cəhənnəmlə, ya münafiqliklə, ya da imansızlıqla vəsf edir. Allah Teala buyurur, Qutiləl xarrasun, Allah o yalancıları öldürsün. O başqa bir ayədə buyurur ki, İnnallâhe lâ yehdi mən huve musrifun kəzzəb. Allah israf edən yalancıya hidayət verməz. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, münafiqin əlaməti 3'dür. Ondan biri də danışdığı zaman yalan danışar. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yalan danışmaq insanın qəlbini qaraldır. Yalan danışmaq qiyamət günü sahibinin üzünü qaraldar. İmam Tirmizinin rəvayət etdiyi hədisdə yalan danışan adamdan elə bir iy gələr ki, mələklər ondan 1 mil qədər məsafədə uzaq gəzərlər. Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi ve sellemə ən qəzəbləndirici günah hansıdır deyə soruşduqda, o da yalan danışmaq deyə buyurmuşdur. Merac hədisində Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, 2 kişi gördüm, onların ağızlarını dəmir qarmaqlarla dartıb cırırdılar. Soruşdum, dedilər ki, bunların danışdığı yalanlar dünyanın o başına çatan kimsələrdir. İnsanlar onların yalanlarına qiyamətə qədər inanar və əməl edərlər. Həmçinin başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem yalanın nə qədər çirkin bir əməl olduğunu açıqlamaq üçün buyurur ki, gəlir görür ki, bir qadın bir uşağına çağıranda deyir ki, bura gəl, ana sənə xurma verəcək. Və Peyğəmbər sallallahu aleyhi ve sellem yürüyərkən durur. Yəni, məsələnin nə qədər önəmli olduğunu bildirmək üçün durur. Yəni, o boyda Peyğəmbəri fikirləşin nə saxlayır. Durur, baxır. Görür ki, həqiqətən qadın, uşaq gəldi və qadın uşağa xurma verdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, əgər deyir, verməsəydin, bu sənə deyir, yalan olaraq kifayət edərdi. Və Peyğəmbər sallallahu aleyhi ve sellem ən doğru insan olmasına baxmayaraq, yenə də Rəbbinə belə dua edərdi. Allah Teala buyurur ki, Quran-ı Kərimdə, de, ey Rəbbim, məni daxil olacağım yerlə
doğru düzgünlüklə, yəni sidqlə daxil et. Məni çıxacağım yerdən də sidqlə və doğruluqla elə bir şey ayır. İsra surəsinin 80-ci ayəsi. Bütün insanlara göndərilən peyğəmbərlərin bu barədə dua etməsi, həmçinin Allahın da onun bu barədə olan duasını Quran-ı Kərimdə zikr etməsi məsələnin nə qədər vacib və mühüm olduğunu bildirir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, axır zaman yaxınlaşdıqda müsəlmanın gördüyü yuxular çox vaxt doğru çıxacaq və ən doğru yuxuları da ən doğru danışan insanlar görəcək. Müsəlman qardaşlarım, çətinliyə düşsəniz belə yalan danışmaqdan çəkinin. İnsan bir yalan danışmaqla illərlə qazandığı güvəni itirə bilər. Bir yalandan sonra bütün doğruların şübhə altına düşə bilər. Hətta Peyğəmbər övladı olsan belə. Necə ki, Yusuf Peyğəmbərin qardaşları bir dəfə yalan danışdıqlarına görə sonradan atası onların dediklərinə inanmırdı. Ona görə müsəlman hər vəziyyətdə yalan danışmaqdan, qardaşlar, uzaq olmalıdır. Əziz qardaşlarım, yalan danışanların çoxluğu sizi aldatmasın. Doğruluq üzərində sabit qalmaqdan sizi yayındırmasın. Həmçinin doğru danışanların da azlığı sizi həvəsdən salmasın. Doğruluq bir bulaqdır. Gec-tez sənin həyatında fontan vurub qaynamalıdır. Yalan danışıb insanları qazanmaqdansa, doğru danışıb onları itirən Peyğəmbərin yolundan möhkəm yapışın. Kim Allah üçün bir şeyi tərk edərsə, Allah tərk etdiyindən daha xeyirlisini ona nəsib edər. Əziz qardaşlarım, özümü və sizi doğru danışmağa çağırıram. Çünki qiyamət günü insana ancaq onun doğru olması fayda verəcəkdir. Sözündə, əməlində, qəlbində doğru olanlar nicat tapanlardan olacaqlar. Çünki sözü düz olanın qəlbi də düz olar. Və o gün nicat tapanlar da qəlbi və əməli düz olanlar olacaq. Necə ki Allah Teala buyurur: "Yevmə la yenfa'u malun və la banun illə men etallaha bi qalbin səlim." O gün nə var dövlət, nə oğul uşaq, heç bir şey insana fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın huzuruna gələnlərdən başqa. Yalandan çəkinənlərin mükafatı isə cənnətdir. Onların mükafatı barəsində Allah Teala belə buyurur: Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür. Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları cənnət bağları vardır. Maidə surəsinin 119-cu ayəsi. Yalandan çəkinənlər cənnətdə ən yüksək məqamda olacaqlar. Necə ki Allah Teala buyurur: Allaha və onun elçisinə itaat edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, doğru danışanlarla, şəhidlərlə və əməl salihlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır. Nisa surəsinin 69-cu ayəsi. Sadiqlərin mükafatı barəsində həmçinin Allah Teala yenə buyurur ki, şübhəsiz ki, müttəqilər cənnət bağlarında və çaylar kənarında qadir hökmdarın, yəni Allah Teala'nın dərgahında düzgünlük, doğruluq, sidq məclisində oturacaqlar. Yəni yalançıları sidq məclisinə buraxmayacaqlar. Nəcm surəsinin 54-55-ci ayəsi. Əziz qardaşlarım, hamımız öləcək və sabah Rəbbimizin huzurunda olacaq. Həmin gün üçün hazırlıq görün. Hərə sabahı üçün nə hazırladığına baxsın. Və Allah Teala Quran-ı Kərimdə buyurur: Ey iman gətirənlər, Allahdan qorxun. Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun. Həqiqətində Allah nə etdiklərinizdən xəbərdardır. Allahdan istəyirəm ki, bizi doğru danışanlardan eləsin. Bu 6 xislətin hamısını bizdə cəm olmasına bizi müvəffəq eləsin. Və qiyamət günü bizi sevindirənlərdən, üzü ağ olan qullardan eləsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed və alə əlihi və sahbihi və səlləm.